Evet dostlar, değerli müşteriler, İzmir kombisinin təminə gəlmişik. Kombinin iç hissələrini sizlərə göstəreyim. Xatırlaraq ki, 2 fanlı kombilərdəndir. Bu çıxsa bir dənə yaxşı olar. Burada çıxmasına səbəb var, yəqin çıxmır. 2 dənə istəyim görüm, tam dəqiq göstərim. Sirkulyasiya nəsəsini görürük. Tak, iç hissələrini sizlərə göstərmiş olalım. Qaz Wi-Fi. 2 kaçkalı, 2 hissədən paylayıcısı var. Balı esencörü görmüş oluruq. Bir də burada ikinci sirkulyasiya dediyin asası vardır. Qaz valfində bu şəkildə sizlərə göstərilmiş olum. Plata demək olar ki, standartdır. İçəridə qazın alıblanmasını bilmirəm nə kimi görmürük. Hər halda görünə bilir. Hatırladım ki, 2 bacalı kombilərdəndir. Problemimiz isti su xətası verirdi. Biz bu isti su intezisini dəyişməklə, isti su datikini dəyişməklə problemi aradan qaldırdıq. Problemi aradan qaldırmış olduq. Belə dəyərli dostlar, dəyərli müştərilər, sizin evinizdə İzmir, Baymaq, digər kombilərin təminə ehtiyacı varsa Omega servis olaraq bizə müraciət edə bilərsiniz. Bakı şəhərinin bütün ərazilərində xidmət göstəririk. Sağ olun.